Oldu da başlayaq. İlk öncəliklə sizə qoşulanlara da salam. Deməli, ilk öncə dərslərdən başlayım. Dərslərimiz təxmini 3 ay davam edəcək. Bu vaxt ərzində siz C++-ın ana hissələrindən danışacağam ki, artıq bu kompüter dərslərini qurtardıqdan sonra siz özünüz də araşdıraraq rahatca özünüzü gəlişdirməyə davam edə bilərsiniz. Deməli, ilk öncəliklə nə üçün C++-dan C++ öyrədim? Çünki C++ dili əsl olaraq ilk yaradılan dillərdən biri olan C dilinə əlavələr edilərək yaradılmış bir dildir və kompüterin öz birdəfəlik hissələrindən birbaşa əlaqəyə girə bildiyi üçün bu dəqiqə ən çox istifadə olunan dillərdən biridir. Məsələn, istifadə etdiyiniz driverlar, Windows-un öz əməliyyat sistemi ya da məsələn, son bizə kimi PlayStation-da Xbox-un əməliyyat sistemləri falan hamısı C++-da yaradılıb. Dediyim kimi, əslində C++ digər dillərin də təməlini oluşturduğu üçün C++ dilini öyrəndikdən sonra digər dilləri öyrənmənizdə artıq çox rahat olacaq. Mən burada screen edeyim. Dərslərin recordingləri bu arada sonradan atılacaq. İstəyən varsa sonradan girib baxa bilər. Deməli, ilk öncəliklə hamınız bu saytda saytda bir hesab yaradılmalı atasınız ki, mən sonra bura ev tapşırıqlarını əlavə eləyəcəm ki, hal-hazırda 2 dənəsi var. Bunları işlədiniz, bir sonraki dərsdə bunlara baxacağıq əsasən. Deməli, bəzi terminlərdən bəhs edək. Məsələn, source code və kompüter kod arasındakı fərqi ilk öncə danışaq. Source code məsələn, gördüyünüz kimi buraya girir, məsələn, bu bir source code'dur. Çıxışa verdiyim zaman hello world-u çıxışa yazdırır. İndi izah edəcəm birazdan tam olaraq məntiqin. Məsələn, bunu bir C++ dilin biri oxuduğu zaman anlaya bilir ki, bunun nə mənə gəlir. Amma kompüter bunu bir dəfəlik bir şəkildə oxuya bilməz. Kompüterin anladığı dil 1 və 0-lardan ibarət olan dildir ikili say sistemində. Məsələn, o kodu da insan başa düşə bilmir və biz source koddan kompüter koduna keçid eləmək üçün, yəni yazdığımız kodu kompüter koduna çevirmək üçün compilerlardan istifadə edirik. Hansı ki, bir çox fərqli compiler, məsələn, Visual Studio, böyük ehtimal hamınız eşitmisinizdir. Sonra bu istifadə etdiyim CodeBlocks, burada görmüş olduğunuz. Biz əsasən CodeBlocks-dan istifadə edirik, çünki Visual Studio daha asandır istifadəsi və indilik Visual Studio bizə biraz çətin gələ bilər. Deməli, compiler'dan danışırdıq. Bu compiler'dan da bu arada download siz göstərim bir şəkildə. Bunun üçün bura girib CodeBlocks saytına daxil olursunuz. Buradan download hissəsindən download binary release və buradan gəlib bu CodeBlocks setup.exe dosyasını bu hər hansı birindən endirə bilərsiniz. Bunun çox bir fərqi yoxdur. Sadəcə hardan endirəcəyinizi dəyişir. Yəni hər hansı birinə basırsınız və endirmə başladı gördüyünüz kimi. Ya da məsələn əgər bilmirsanız burada online compilerlardan istifadə edə bilərsiniz. Hansı ki məsələn bir çox fərqli compiler var. Mən əsasən bu GDB-dən istifadə edirəm. Yəni ki bu ümumiyyətlə ilk başladığım bunu istifadə etsin mənə daha rahat gəlir. Buradan əmin olun ki, C++ dilini seçmişsiniz. Və sualınız var deyəsən. Salam. Compiler nədir? Mən onu başa düşmədim. Compilerlər əsas olaraq dediyim kimi iki fərqli kod növü var da. Bir source kodlar, hansı ki bizim özümüzün yazdığı kodlar, bir də kompüter kodu, yəni kompüterin oxuyub başa düşə bildiyi kodlar. Hansı ki 1 və 0-lardan ibarət olur. Qaynaq kodunu, yəni source kodlarını kompüter başa düşə bilmir. Heç şəkildə kompüter kodlarını da insanlar başa düşə bilmir. Və biz burada compilerdən istifadə edirik ki, yazdığımız source kodu kompüter koduna çevirə bilək.
Yani bunda aslında çok böyle öğrenmeli bir şey yok. Sadece yani bastığın zaman bunu bilirsiniz ki direktman bunu kompüter koduna çevirir. Görünce burada 3 hisse var. Build, run ve build and run. Build kodu bir dəfəlik source kodu kompüter koduna çevirir. Run ise artık o kodu run etmək üçün istifadə olunur. Ya da bir dəfəlik buna basa bilərsiniz ki, ikisini bir yerde istifadə edə bilərsiniz. Başa düşdünüz yoxsa yox? Başa düşdüm. Bəli, başa düşdük. Çox qəşəng. Demək onda da C++ ilə başlayaq. Dediyim kimi. Bir də unutmadan CodeBlocks'ta bəzən proyekt yaradanınız çətin ola bilər, onu tez göstərim. Bağlayaq bunları. Müəllim, Bəli. CodeBlocks'u biz nətər yükləyə bilərik? Onu göstərdim də sizdən qoşulmadığını. Əslində recording atacağam elə görə baxarsanız da, amma deyək elə buradan CodeBlocks səhifəsinə girirsən. Buradan download hissəsi. Bu download binary release'dən də buradan belə girə endilir bir dəfəlik. Yəni o video sonrası göndərəcəm indi qrupa təsdiqləndən sonra. Amma dediyim kimi, yəni əgər problem yaşasanız bu online compilerdən istifadə edə bilərsiniz hələ ki. Müəllim, bunlar telefonda da edə bilərik, yoxsa yalnız kompüterdə olur? Kompüterdə etsəniz üçün daha rahat olar, amma telefonda da əlbəttə yəni C++ ilə compiler yazdığınız zaman böyük ihtimalle Play Store-da falan çıxacaq yəni. Ki mən ilk başda elə istifadə edim onsuzda. Deməli göstərsin. Deməli CodeBlocks burada girdiğimiz zaman belə bir səhifə qarşılayacaq sizə. Buradan Create New Project görürsünüz də. Girdiniz. Burada ən yuxarıda Console Application sitəsini görərsiniz. Buna girdikdən sonra da burada C və C++ dilləri. C və C++ dilləri arasında fərq yoxdur. Sadəcə C++ dili sadəcə C dilinə biraz daha əlavələr edilərək yaratılmış bir dildir. Ona görə artıq C++ ilə daha çox istifadə olunur C-dənsə. Burada ardından next edirsiniz. Burada project title. Bu istədiyiniz bir ad qoya bilərsiniz bunu. Yəni C++ hər hansı bir ad qoya bilərsiniz. Bu önemli bir şey deyil. Yəni amma birinci yəni sonradan adın yaddan çıxartmayın da. Sonra next və finish dediğiniz zaman buradan sağ tərəfdə gördüyünüz kimi source hissəsinə belə gələcək. Bura bomboş görünəcək. Amma buradan source'a tıklayıp main CPP'ye girdiğiniz zaman CPP C++ dosyalarının sonluğudur. Burada artıq yazmaq üçün kompaniyeniz açıq olacaq. İndi gördüğünüz kimi burada dosya olarak gəldi. İndi ilk başlarda bu hissəni saymasaq, bunu həmişə yazacaq. Yəni bu bir qəlibdir C++ ümumiyyətlə. Yəni hər türlü kod yazanda artıq bunu biraz əzbərləməniz lazım olacaq. Yəni şu hissəni mütləq yazmalısınız. Deməli bunları siyasət danışaq nə əlaqəli olduqlarını. Deməli bu ilk sətir include bu bir kitabxana daxil. Yəni bilirsiniz də kodlama dillərində istifadə etdiyimiz fərqli funksiyalar var. Məsələn Pythonda print funksiyası kimi şeylər. Bunlar bu library'nin içində tutulur. Fərqli library'lər var. Məsələn bəzi library'lər sırf məsələn Reddit işləmləri üçün hansı ki adı CMS olaraq keçir. Məsələn bu IOStream ən basic şeylər üçün istifadə olunur. Amma mən indi sizə deyərəm ki, yəni bu qədər yəni fərqli kitabxanaları əzbərləməkdənsə bu kitabxananı istifadə edə bilərsiniz. Hansı ki bunun içində artıq bir çox Müəllim, biz burada yazdığımız hər şeyi Arduino proqramında eləyə biləcəyik. Hansı proqramda? Arduino IDE proqramında. İndi mən burada C++ dilini öyrədəm. Əlbəttə, yəni Arduino proqramında, yəni C++ dilini haqqında soruşsan da. Bəli.
Əlbəttə, yəni C++-da hər yerdə eynidir. Sonuç olaraq onun bir fərqi yoxdur hansı proqramda olduğundan. Məsələn, indi bunu göstərirəm ki, yəni bu kompilerin istifadəsi biraz daha asandır da. Yəni bunu sonra məsələn, zaten Arduino artıq çox belə istifadə edən görmürəm. Daha çox elə ya Visual Studio'dur, ya da elə bu CodeBlocks yəni daha çox istifadə olunur. Oldu müəllim. Çox sağ ol. Deməli, dediyim kimi, bu Bits kitabxanasının içində harca bir çox kitabxana var. Ona görə sizin üçün daha rahat olacaq. Amma əgər artıq siz indilik, yəni bu sadəcə indilik rahat. Yəni indi hələ sizə suallar atacağam və bu sualları işlədiyiniz zaman bu Bitsdən istifadə edə bilərsiniz ki, bir çox kodlama yarışlarında da bu Bitsə istifadədən icazə verilir. Amma problem oradadır ki, əgər siz bir proyekt yaratdığınız zaman artıq bits istifadə etməniz sizin üçün çox da əlverişli olmaya bilər. Çünki bits birdən fazla, yəni bir çox hətta lazımsız kitabxanalar, sizə o an lazım olmayan kitabxanaları da daxil etdiyi üçün sizin proyektinizi ciddi şəkildə yavaşlada bilər. Bunun üçün də hər bir kitabxananı bir-bir daxil etməlisiniz. Hansı ki, əgər yadınızdan çıxsa, burada bu CP Reference saytından baxa bilərsiniz hər bir proqram üçün hansı kitabxananın lazım olduğuna. Ancaq yəni indi dediyim kimi hələ ki bu biz kitabxanasından istifadə etmək kifayətdir. Sonra ikinci sətir bu using namespace std bu daha çox komutların type-ın giririk də. Hani hər səfərində bu std-ni daxil edir. Ki əgər bunu yazmasaq, artıq məsələn cout komutu, məsələn Python-ı bilənləriniz bilər. Printf komutu ilə çıxışa veririk də yazdığımızı. C++-da da eyni şey cout-la elənir. Hansı ki C++-ın C-si və out da çıxış mənasından ağzına tuta bilərsiniz. Məsələn, bu std əgər olmasa, deyək ki, bunu yazmadıq, artıq hər səfərində gəlib komutlarımızın əvvəlində bu şəkildə əlavə eləməliyik ki, yəni bunu başa düşə bilsin. O yüzden yəni bu using namespace sonradan əlavə olunub. Yəni bəzən görürsünüz, bəzi insanlar hələ də bundan istifadə eləmir ki, bunun əsas səbəbi sadəcə əllərinin deyək ki, alışmasıdır da, yəni. Yoxsa əlbəttə bu çox daha rahatdır hər səfərində gəlib bura std yazmaqdansa. Sonra sıradakı sətirdə direkt compiler'ın olacağı hissəni göstərir. Bura int main bəzi yerlərdə bunu signed main-də görə bilərsiniz. Signed main-in int main arasında heç fərq yoxdur. Sadəcə int main çox daha güncəl versiyadır. Yəni signed main-dən çox daha sonra çıxıb və bu signed main yazılanda dediyim kimi yenə əl alışqanlığına görə signed main yazırlar. Orada yəni int main yazılması həmişə daha əlverişlidir. Bura qədər bir problemli olan varmı? Xeyr. Çox güzel. Deməli, ilk öncəliklə onda siyahdan elə başlayaq deyək ki. Siyah, yəni bunun əsasən template'i budur və yazacağımız print bilirsiniz də yəqin ki Python'da Python işlərində görmüşdür. Şunun bunun içində çıxışa nə verəcəksə onu yazırıq. C++'da da eyni şeyi siyahla edirik və bu nöqtəli vergülü bu arada hər komutun sonunda olmalıdır. Yəni elə bir nətər hər cümlənin sonunda biz məsələn bir mətn yazdığımız zaman hər cümlənin sonunda nöqtə qoyuruq ya. C++-da da eyni şey nöqtəli vergül olur. Yəni siz yazdığınız hər sətrin sonunda bir nöqtəli vergülü qoymanız lazımdır, yoxsa proqram xəta verəcək. Deməli, cout-u yazdıq, sonra sola 2 dənə bu qoyduq və ardından bunun içində artıq çıxışa nə verəcəksə onu yazırıq. Məsələn, yazaq hello world. Burada compile etdiyimiz zaman çıxışa hello world verdiyini gördünüz. Deməli, bu dırnaqların da səbəbi odur ki, əgər dırnaq içində yazdığınız zaman, yəni dırnaq içində yazırsa direkt onu verir. Amma əgər deyək ki, bir riyaziyyat işləmi yazasınız, məsələn, bunu 2 plus 5 deyək də, məsələn, bunu çıxışa verəndə direkt sadəcə 2 plus 5 verəcək. Çünki bunu sadəcə bir yazı olaraq oxuyur, əgər dırnaq içində yazdığınız zaman. Əgər dırnaqları silsəniz, artıq bunu komut olaraq gördüyü üçün çıxışa da bunların cəmi olan 7-ni verəcək. Deməli, bura qədər başa düşdüyünüz probleminiz varmı? Xeyr müəllim. Yəni, problem olan varsa soruşa bilər. Bəli, Əsən.
Müəllim orada count vermişdi, səhv eləmirəmsə. Müəllim oradakı şeydir, biz onu yazanda var hə. Müəllim onu niyə görə hərflər, yəni yazanda, məsələn, onu yazanda hərflər necə var elə köçürdü, yoxsa Elə bir dırnağın içində yazdığınız zaman dırnaq tam Hə. olaraq yəni onu bir səth olaraq, bir yazı olaraq görür. Yəni məsələn ona bir rəqəm belə yazsan, onu bir yazı olaraq gördüyü üçün bir dəfəlik onu çıxışa verir. Amma əgər sən soruşsan ki, sən bu dırnaq olmadan hərf yazsaq nə olacaq? Məsələn, bunda artıq xəta verəcək. Çünki gördüyün kimi bu bir rəqəm deyil və single yazmadı. Yəni bir dırnaqla yazmadığı üçün xəta verəcək. Yəni əgər dırnaq içində deyilsə, sadəcə işte bir riyazi işləmləri, toplama, çıxmanı və s. yaza bilərsən. Əgər bir çıxış sətr vermək istəyirsə, bu mütləq dırnaq içində olmalıdır. Başa düşdüm, çox sağ ol. Odur. Deməli, məsələn, deyək ki, bəli. Müəllim. Mən bu kod bloku yüklədim, amma prosu çıxa bilmirəm ekrandan. Necə yəni? Mən burada X düyməsi var, ona basıram ki, çıxım əsasdan. Amma çıxmaq olmur. Yəni silməyə də çalışdım, yenidən başlatmağa çalışdım kompüteri, alınmadı. Sən screen share ya da dərsdən sonra baxarıq desən yəni ona. Onsuz da Yaxşı, mən. oldu. Məndə kod bloku yüklənmir. Ona baxacağam dərsdən sonra. Yəni problem olanlar qalsın, bir baxaram. Dediyim kimi, hələ ki probleminiz varsa, bu onlayn kompaylerdən istifadə edə bilərsiniz. Bu arada siz dərsə biraz daha baxın, çünki o kompaylerdən dərsdən sonra da indirə bilərsiniz. Deməli, sonra əsas problemlərdən biri, məsələn, bura hər hansı bir bu şəkildə yazdıq deyək ki, məsələn, indi bax, dırnaq nöqtəli verici qoymamışam, gördüyünüz kimi yenə xəta verdim. Burada göstərir ki, expected o işarəni ümumiyyətlə, yəni əgər olmadığı zaman bir dəfəlik error verir. Yəni bunun bir qatışı yoxdur. Hani hər cümlənin sonunda nöqtə qoymasaz bir dəfəlik bal kəsirlər, CSG-də falan. Onun kimi düşünün. Məsələn, indi bu şəkildə 2 dənə siyahı alt-alta yazdı. Sizə bu çıxış nətər verəcək? Yəni alt-alta verəcək bunları, yoxsa? Bitişik. Aha, bəli, düz. Çünki niyə? Bunun heç mənası yoxdur, yəni sizin bunu alt-alta yazmanıza və s. Çünki onu göstərməlisiniz ki, bir sətri qurtarmalıdır da, yəni o komandı çevirməlisiniz, hansı ki, iki şəkildə eləyə bilərsiniz. Ya cout endline ilə bu komanda sayəsində artıq burada sətri bitirir və digər sətrə keçir, gördüyünüz kimi. Amma mən bunu hər səfərində yazmalısınız, yəni məsələn, belə yazdığınız zaman yenə birincidən sətri qurtaracaq, amma ikinci sətri qurtaracaq bir şey olmadığı üçün yenə bitişik verəcək bunu. Ya da məsələn, əgər string yazırsınızsa, bu şəkildə də qurtara bilərsiniz. Hansı ki, eyni şey arayır. Gördüyünüz kimi sətri qurtardım. Əslində, bu hər səfərində cout yazmaq zorunda deyilsiniz. Yəni, hər səfərində cout alt-alta yazmaq zorunda deyilsiniz. Bu şəkildə də davam elətdirə bilərsiniz. Cout, hello, sonra bu şəkildə yenə bitir, ya da belə eləyə bilərsiniz, ya da istəsə bir dəfəlik endline qoya bilərsiniz. İstəmirəm. Yəni, cout hər səfərində yazmaq zorunda deyilsiniz. Nə qədər belə əlavə eləyərək gedə bilərsiniz. Deməli, bəli. Sizin sual var kiməsə? Müəllim, orada siz Sveant'un yanında belə n işarəsi, bəli. O müəllim niyə görədir? Hə, bunu elə dediyində, bu endline görsən, bu hansı dedim, sətri qurtarır çıxışa verdiyimiz zaman. Bəli. Bu da eyni şey bir string yazırsan. Aralarında heç bir fərq yoxdur. Əgər string yazırsan, bunu istifadə edə bilərsən. Ya da məsələn, hətta belə də yaza bilərsən. Yəni, tamamilə eyni fonksiyondur. Sadəcə yazılışları fərqlidir. Başa düşdüm.
Aha. Deməli, deməli, məsələn, burada tək dırnaq da görə bilərsiniz. Yəni, bəzi yerlərdə belə tək dırnaq istifadə olunur. Bu tək dırnaq içində sadəcə tək bir şey çıxışa verə bilərsiniz. Məsələn, hər hansı bir hərf ya da hər hansı bir rəqəm. Tək, məsələn, nöqtə də hətta bir şey olaraq sayılır. Bir boşluq belə bir girdi olaraq sayılır da, elə bir deyək ki. Ona görə yəni, bu hətta kar deyilir. Onu birazdan gələcək indi o mövzulara. Hətta elə indi danışaq sonradan. Amma şimdi sin komutunu istifadə edir. Amma bir dəqiqə. Bəli. Tək dırnağı biz harda tapa bilərik? Tək dırnağı dediyim kimi, hətta yəni bəzi yerlərdə görəcəksiniz, dışa tək bir hərf verdiyimizdə bunu istifadə etmemiz daha rahat olur. Biraz daha hani daha az yer tutur. Hatta məsələn, hətta bunu da istifadə edəndə çox vaxt tək dırnaq istifadə olunur. Bu şəkildə. Hətta bu Yəni end ancaq line hərflərdə bir dənə hərf ya da rəqəm bir dənə hər hansı bir şey, yəni bir dənə boşluq, bir dənə hərf, bir dənə rəqəm, hər hansı bir şey belə qoydum, bir sayılır, elə bil o. Müəllim, o hardadır bu tək dırnaq? Tək dırnaq elə enterin düz yanında. Ha, okey. Məsələn, bir iki suala baxaq bu haqda. Hamımız burada bir hesabı hamımız Witch hesabını yaradıb username-lə özümə atarsız qrupa daxil edəcəm. Deməli, məsələn, belə bu sualı baxdıq. Gördüyünüz kimi nə deyir sualda? Deyir ki, print message hello world. Burada input hissəsi hələ ki, önəmli deyil. Sadəcə bu output-a baxmaq lazımdır. Deməli, bunun kodunu yazırsınız bir yerdə. Nə deyir? Cout hello world. Bunu necə yazacağıq? Dırnağa qoyduq. Hələ ki, bunlar asan hissələrdir. Hatta buradan sonra test eləmək üçün dediyim kimi, istəyirsiniz birinci build eləyin, sonra run eləyə bilərsiniz bu şəkildə. Ya da bir dəfə elə, yəni kodu sıfırdan yazmışsınızsa, build run elədiyiniz zaman direktman açılır zaten. İndi bu kodu kopyalayırsınız bu şəkildə, F tapşırığını belə. Burada submit hissəsi var. Submitdən gəlib, burada əmin olun ki, language C++ 23.6, yəni 23 ən güncəl versiyasıdır. Buradan submit elədiyiniz zaman yüklənir, test edir və axırda sizə cavab verir, nəsə fayl düzdür, nəsə fayl səhvdir. Amma yəni burada belə bir şey yoxdur. Məsələn 90% düz, yəni 100% düz dedik, demək ki, kodunuzda bağlar və xətalar var deməkdir. Gördüyünüz kimi accept aldım. Sonra məsələn başqa bir suala baxaq. Burada. Bax burada gördüyünüz kimi deyir ki, birinci sətirdə bu arada bunları əgər anlamırsınızsa bir dəfə elə Google Translate atıb görə bilərsiniz. Burada çünki ingiliscə saytdır. Hətta məsələn ingiliscə bilmirsə bilən birindən soruşa bilərsiniz. Amma mənim tövsiyəm ingiliscə mütləq yaxşı açsın, çünki kodlamada ingiliscə çox önəmlidir, özəlliklə terminlər falan üçün. Deməli deyir ki, birinci sətirdə A-nı çıxışa verin, sonraki sətirdə 2 dənə to letter, 2 dənə B və 3-cü sətirdə də 3 dənə C çıxışa verin, hansı ki, burada output hissəsində görə bilərsiniz. Deməli, bunu yazmaq üçün bu şəkildə gedə bilərik. Məsələn, əgər belə yazsam, sizə bu düz verəcək. Xeyr. Niyə düz verməyəcək? Alt-alta deyil. Aha, alt-alta deyil. Onun üçün nə edə bilərik? End ol yazmaq lazımdır. Müəllimə Dediyim kimi, yəni buranı siyah şəkildə yaza bilərsiniz, ayrı-ayrı siyahlar yaza bilərsiniz, amma bu şəkildə yazmaq daha rahat olur ümumiyyətlə. Gördüyünüz kimi artıq doğru şəkildə sıraladı. Yəni üçün bunu eyni şəkildə bu halda da yaza bilərsiniz. Cout A, sonra bitirdiniz cout endline. Yəni bu şəkildə gedə bilər. Amma bu şey əlbəttə hər səfərində cout yazmaqda sadəcə bir dənə bunu qoymaq çox daha rahatdır. Bu arada belə bir şey də var C++-da. Əgər 2 dənə xətt işarəsi qoyduğunuz zaman artıq o hissəni elə bir not olaraq götürür. Compile eləyəndə
oranı saymır da. O sadəcə bir özünüzə not götürmək üçün istifadə edə bilərsiniz bunu. Gələcəkdə lazım ola bilər. Deməli, bunu da eyni şəkildə aldıq. Və submit edəndə bəzən arada belə biraz gec işləyə bilir bunlar ümumiyyətlə. Çünki Bcash proqramı fərqli saytlardan bir şey çəkir də, kod bütün sualları götürür. Məsələn, bu sual Ellium saytındandır. Gördüyünüz kimi burada. Ona görə bizə biraz yavaş ola bilər, amma çox problem yoxdur onda. Deməli, bura qədər problemi olan varmı? Xeyr. Müəllim, bir dənə söz soruşa bilərəm. Bəli, bəli. Əlbəttə. Şeydir, müəllim, bir yaxki proqramı biz oturun, yəni səhifə açmalıyıq. Burada hesab yaratmalısınız ki, mən burada ev tapşırıqlarını bura atacağam da elə bil ki. Müəllim, bəs necə eləyirik? Onu dərsdən sonra izah edə bilərsiniz mənə? Deyirəm, çox asan bir şeydir. Video çəkdiniz deyək ki, buradan girim. Buradan logindən register var. Əgər hazırda bir hesabınız varsa, logindən girirsiniz. Amma əgər hər bir hesabınız yoxsa, register'a basırsınız. Buradan e-maildən, məsələn, send kod deyirik öncəliklə. Ardından, yəni siz sonra problem yaşayanınız olsa, mənə yazar da bir dəfəli, yəni çox çətin bir şey deyil əslində. Deməli, sonra bu dəyişən tiplərindən bəhs edək. Deməli, C++-da əsas olaraq bəzi dəyişən tipləri var deyək ki, məsələn, int var. Double izah edəcəm də hamısının nə işə yaradığını. Char, bool və string. String ərəblə sonra gələcək. Deməli, bu int ümumiyyətlə bütün rəqəmləri göstərir. Hani, indi birazdan sizin komutu girdiyinizdə görəsiniz. Məsələn, int deyək ki, bir artıq A bir dəyişən yaradır. Məsələn, reyestrdə bəzən görürsünüz, məsələn, x tapın deyir, Siz bilirsiniz ki, o x əslində bir rəqəmdir də. Hərf olaraq yazılsa belə, onun rəqəm olduğunu bilirsiniz. Burada da eyni şəkildə də əslində, yəni bir dəyişən yaradırıq. Məsələn, int x deyək, daha rahat olsun sizin üçün. Məsələn, int x bərabərdir dedik 5-ə. Artıq bu x-in rəqəmi 5-ə bərabər və də bu demək deyil ki, artıq siz buradan siyah hər hansı bir şey kimisə sual var deyəsən. Yox, qoşulmaq istəyir. Neysə. Artıq burada məsələn bir x çıxışa verə bilmərsiniz. Yəni məsələn bu eyni şəkildə stringin içində x yazdığınız zaman dediyim kimi burada heç bir komut və s. bir şey işlətmir. Sadəcə onun üçün bir cümlə olaraq oxuyur və bir dəfəlik onu çıxışa verir. Yəni burada bir dəfə x-in özü verəcək. Amma əgər artıq biz burada bu şəkildə elədiyimiz zaman artıq x-i əvvəldən 5 olduğunu bildiyi üçün artıq x-in özünü deyil 5 çıxışa verəcək. Yəni normalda bilirsiniz, soruşa bilərsiniz ki, burada normalda biz axı hərf yazanda hətta verirdim mən hər hansı bir hərfi yazdığım zaman. Gördüyünüz kimi. Amma bu x-i əslində bir hərf olaraq götürün. Bu x artıq bir integer dəyəridir. Gördüyünüz kimi integerlər də rəqəmlər deməkdir. Ümumiyyətlə C++-da rəqəmlərə ümumiyyətlə kodlamada integerlər deyilir. Bu terminlər biraz öyrənmədiniz əsas olaraq. Ona görə x yazdığınız zaman bunu bir hərfdən çox bir rəqəm olaraq götürür. Və çıxışa 5-i verir gördüyünüz kimi. Sonra məsələn deyək ki, bura 5.3 yazdıq deyək də, yəni daha rəqəm yazdıq, cavaba yenə 5 verəcək. Çünki integer sadəcə tam ədədlərlə işləyir. Mənfi və müsbət tam ədədlər. Əgər siz bu şəkildə nöqtəli və s. yazmaq istədiyiniz zaman artıq bunu bəli. Müəllim, məsələn 5.6 yazsaq yuvarlaşdıranda 6 olur. Da bizə 6 verəcək ya elə 5. Yox. Elə 5 yəni bura neçə yazdığının önəmi yoxdur. 999 yazsam 6-ya çox yaxın bir rəqəm olsun, yenə də 5 verəcək. Çünki integer bu nöqtədən sonrasını saymır ümumiyyətlə, götürmür. Yəni yuvarlaşdırma deyil bu. Deyilmi? Çox sağ olun.
Deməli, əgər siz burada nöqtəli bir rəqəm vermək istəyirsən, kəsrli bir rəqəm vermək istəyirsinizsə, onda double-dan istifadə edirsiniz. Hansı ki, double kəsrli rəqəmlərlə işləyir. Gördüyünüz kimi bunu məsələn çıxışa verdiyin zaman artıq 5.10.999 verir. Sonra məsələn o sizə dedim biraz əvvəl təşkil edicinə bunu kar olaraq sayır. Burada endişildə kar deyə bir funksiya var. Daha doğrusu bir tipdə bunlara dəyişən tipi deyilir. Deməli, tiplərə dediyim kimi eyni şəkildə bura bir dənə sadəcə hər hansı bir şey daxil edilir. Bu da eyni şəkildə sadəcə tək bir rəqəm, hərf və s. daxil edə bilir. Bura A-dır məsələn, sadəcə A deyək. Burada indi x-i çıxışa verdiyin zaman doğrudan bunu belə verə bilmərik bu arada. Yəni rəqəmləri yenə normal şəkildə məsələn 3, 4 və s. verə bilərik tək bir rəqəmdir amma yenə də məsələn 32 də sayılmır əslində. Amma bunu gərək qalan hər şey məsələn hər hansı bir hərf, hər hansı bir boşluq falan çıxışa verdiyinizdə onu məcbur bir təşkil edilmənin içində yazmalısınız. Ardından bool gəlir. Bool kardan belə çox da az yer tutur. Çünki bool sadəcə 1 və 0-larla işləyir. Yəni bool əslində true və ya false. Hani kompüterdə işlətmişsən bilirsiniz də 1 və 0-larla işləyir ya. Bu da elə bir şeydir. Ya sadəcə true ya da sadəcə false olaraq onu belirləyə bilirsiniz. Ya da true false uzun gəlsə 1 true deməkdir, 0 false deməkdir. Hani ki çıxışa verəndə 0 verir. Amma true nə deməkdir? True 1-dir, yəni düz 1 mənasında, 0 da false deməkdir. Biz indi onların yerinə 0 ya da 1 yazsaq olur? Yəni Aynen, yəni true yazmaq yerinə sadəcə 1 yaza bilərsən. True biraz daha uzun olduğu üçün. Deməli, ardından bir də stringlər qaldı. Stringlərə daha sonra gələcək ki, amma qısa da danışım ki, yəni stringdə dediyim kimi bir cümlə olaraq götürür, yəni bir mətn dosyası kimi götürür. Məsələn, hər hansı bir şey yazdığınız zaman bura salam yazdınız. Bunu bir mətn dosyası olaraq götürür və x-in yerinə eyni şəkildə salam verir. Deməli, sonra burada CMS kitabxanasından biraz danışaq. CMS kitabxanası dediyim kimi, burada sadəcə bitsin içində yenə var, amma əgər sonra daxil etmək və öyrənmək istəyirsə, CMS-də bu plusdur, minusdur və ya birazdan keçəcəyimiz kökaltı alma və ya məsələn kvadrat kimi şeylərdə istifadə olunan komandlar bu CMS kitabxanasının içində yerləşir. Amma dediyim kimi hələ də Bitstop kitabxanasından istifadə edə bilərsiniz. Daha rahatdırsa əgər sizin üçün. Hansı içində bir tür kitabxana var. Deməli, burada indi əsas komandlardan biri olan sin-dən artıq danışmamız lazımdır. Sin-də siyah kimi, yəni bunu C və in sözlərindən ağılda tuta bilərsiniz. C++-ın C-si və in şəklində. Bəli. Şeydir müəllim, siz yəni onluq kəsir kimi bir də ədəd kimi göstərdiniz də, yəni orada yazmaqda. Bəs müəllim faiz kimi necə göstərə bilərik ədədi yazmaqda? Faiz kimi. Ona birazdan gələcəm. Direktman faiz kimi göstərə biləcəyim bir şey yoxdur, amma onu göstərəcəm biraz sonra. Yaxşı. Deməli, sin-də də siyahdan tərəf sola tərəfdə qoyuruqsa, yəni sola 2 ox kimi qoyuruqsa, sin-də bunun tam tərsi sağa 2 dənə ox kimi qoyuruq. Burada sin-də artıq dediyim kimi biraz əvvəl məsələn bir integer, məsələn x aldıq. Dediyimiz kimi bunun məsələn 5-ə bərabər elədik də. Amma istəyir ki biz onu dəyişək. Sən deməyəsən də onu istifadəçi kimdirsə o belirləsin onun nə olduğunu. Onda da sin-dən istifadə edir. Artıq burada bunu yazmamıza gərək yoxdur. Və burada sin deyib bir x dediyim zaman yenə nöqtəli vericili qoyuruq. Mütləq lazımdır. Artıq sin-i istifadəçi özü çıxışa verə bilir. Öz giriş verir daha doğrusu. Ondan sonra siyah məsələn x dediyimiz zaman artıq
istifadəçinin verdiyi rəqəmi çıxışa verir. Məsələn, 12 deyək ki, çıxışa da yenə 12 verəcək. Hətta burada yenə riyazi əməllər eləyə bilərsiniz. Məsələn, siyahut x plus 2 verdiyiniz zaman artıq girişə nə vermişiksə, onun öz 2-sini verəcək çıxışa. Əsasən 4 dənə, pardon 5 dənə şey var C++-da bu riyaziyyatla əlaqəli. Plusdur biri, məsələn x plus 5 kimi. Ya da məsələn biri minusdur, vurdu və böldü. Bunları da bilirsiniz. Bir də faiz olayı var. Bu amma şey kimi deyil. Hani rəqəmin faizin 5-in neçə faizi onu tapmır. Bu daha çox hani bildiyiniz dediyim kimi məsələn 5-ə böləndə qalığı saymayacaq da. Məsələn 12 verdiyimiz zaman burada normalda 12 5-ə böləndə neçə alınır? 2 alınır, qalıqda 2 qalır. Ya da daha fərqli baxmaq istəsə 2.4 alınır. Amma biz bunu çıxışa verdiyimizdə integer tiplə aldığımız üçün sadəcə 2 çıxışa verəcək. İndi bu faiz də burada gəlir. Faizi verdiyin zamansa bu artıq sadəcə qalığı verəcək. Sən gördüyünüz kimi, yəni indi biraz şey oldu. Tam eyni olmadı. Eyni olduğu üçün qəribə olur. İndi 13 məsələn deyək ki, qalığı 3 alır. Çünki 5-ə böləndə artıq qalıq 3 alındı. Bu amma sadəcə int tipində istifadə oluna bilər bu x faiz. Çünki düşünürsünüz ki, double axı sonuç olaraq tam ondalıqla alır da, bir kəsr olaraq götürür. Onun artıq qalığı yoxdur ki. Ona görə məsələn bu faizi əgər bir double-ın üstündə istifadə etməyə çalışdığınız zaman artıq compiler xəta verəcək. Gördüyünüz kimi yazır ki, burada double-da bu operatoru istifadə edə bilmərsiniz. Amma məsələn yaxşı tərəf oldu ki, x-i məsələn deyək ki 5-ə böldük, məsələn 12 yazdıq, artıq 5-ə böləndə 2.4-ü çıxışa verir. Yəni tam ondalara, tam dəqiq olaraq çıxışa verir. Sonra buna ağızda qaldı da, yəni plus minus vur böl onsuz da eyni şeydir. Bir tek bu faiz, yəni eyni şeydir. Bir tek bu faiz də odur ki, böldüyü zaman artıq bunun x'in 5-ə bölünəndən qalığı çıxışa verir. Hətta məsələn siz belə yaza bilirsiniz, x bölü 5, sonra ara verək. Məsələn, burada deyim kimi bir ara vermək üçün siz bu şəkildə qoya bilərsiniz aranı. Yəni bunu da böyle bilərsiniz. Amma siz də bu şəkildə qoya bilərsiniz. Yəni bir fərq yoxdur sizə aralarında. Prosta bunun içində məsələn əmin olun ki, birdən 2 dənə falan qoymuş olmayasınız, yoxsa yenə xəta verəcək. Məsələn, göstərim. Gördüyünüz kimi xəta verdim. Bir də dəqiqə bu int dəyişdirmək yaddan çıxır. Neyse bunu da düzəldək. Gördüyünüz gibi burada hər hansı bir rəqəm deyim. Məsələn 23 deyim məsələn. Gördüyünüz kimi 5-ə böləndə alınan tam hissə 4 və 3 də qalıq verirəm. Hətta bunu biraz davam etdirə bilərsiniz. Bu şəkildə məsələn tam hissə. Bu arada məsələn bu bəzi yerlərdə görürəm ki, siyahı məsələn bu int verirsiniz ya, burada bəzən məsələn ə hərfi falan istifadə edirlər bəziləri. Belə qoyurlar. Onda düz verməyəcək. Çünki ya da məsələn bir şey yazırsan. Bura bu arada tək bir hərf vermək sonra da deyilsin. Məsələn, hər hansı bir şeydə qoya bilərsiniz. Məsələn, cəm qoya bilərsiniz. Yəni o bir dəyişəndə onu istədiyinizi qoya bilərsiniz. Tək bir şərtlə ki, bunun əvvəlinə məsələn 1 ya da 2 kimi hər hansı bir rəqəm qoymayın. Məsələn, sonrasında olar. Məsələn, yəni ilk hərf, yəni ilk dəyişənin ilk hissəsi heç vaxt rəqəm ola bilməz. Onda xəta verəcək sizə. Məsələn, bunu x-ə çevirək. Tam hissə, məsələn, x bölü 5-dir. Eyni şəkildə. Məsələn, bu arada siyahıda hər səfərdə belə yazmaq zorunda deyil. Əgər görürsünüz ki, belə yazdığınız zaman problem yaşayacaq. Yəni, o hissi tam görə bilməyəsiniz də biraz qarışıqlıq olacaq. Onda keçə bilərsiniz, bir dəfəlik ikinci sətirdən yazarsınız ki, özünüz, yəni, bunu ümumiyyətlə özünüz gözünə, yəni, sizə qarışıq gəlirsə, ikinci sətirdən ayrı gəlib, belə yaza bilərsiniz. Və bunların içində də bu arada belə A, Ə hərfi, məsələn, I hərfi falan, H hərfi istifadə etmək səhv verəcəyində, çünki C++ o vaxt çox köhnə bir dildir və görürsən, bir çox dildə də fərqli dillər dəstəklənmir də, sadəcə genel olaraq ingilis dili
istifadə olunur. Yəni, buna görə ingilis dili çox önəmlidir kodlama öyrəndiyiniz zaman. Bunu da indi çıxıb verəndə amma neyniyəcək? Yenə bunları bitişik verəcəkdir gördüyünüz kimi. Niyə? Çünki endayını istifadə eləməmişik. Məsələn, 34 dedik, 5-ə böləndə tam hissə 6. Çünki 34-ü 5-ə böləndə tam hissə 6 edir də. 6 vur 5 30-dur. Artıq 4-ü 5-ə bölə bilmirik. Qalıqda 4 qalır burada gördüyünüz kimi. Amma ya burada istəyirsiniz şəkildə verək. Bunu bu şəkildə də yaza bilərsiniz. Yəni sətirləri qurtarmaq üçün bu şəkildə də yaza bilərsiniz. Aralarında heç bir fərq yoxdur yəni. Gördüyünüz kimi artıq sıralı verdim. Deməli, sonra bu riyazi əməllərdən başqa bəzi CMS dediyim kitabxanası ilə gələn bu kitabxana gedirəm. Fərqli deyim operationlar var. Məsələn, siyah dedik, SQRT bu kökaltı deməkdir. Əgər x veririk və bu x-in kökaltısını tapır. Məsələn, 36 verdiğin zaman 36 kökaltısı neçədir? Kökaltı biləniz var, yoxdur yəqin ki burada amma. 6. Hə, qəla. Əla, deməli, bunu çıxa verəndə bu 6 verəcək, düzdür. Amma məsələn, bizdə bir dəqiqə, bu x-i yazmaq, x-in ki, direkt x-in SQRT-ni çıxa versin istəyirsiniz və daha rahat olar. Məsələn, belə 36-nı yazdıq, kök altında. Kök altında bu arada o deməkdir ki, nəyin kvadratı 36 eləyər? Kvadratı daha çox insandır, böyütmə ona görə. Deməli, gördüyünüz kimi burada int tipi verdik və SQRT 6 verdi. Amma məsələn 38 dediyimiz zaman yenə verəcək. Çünki artıq SQRT bir double tipi ilə işləyən bir funksiyadır. Hani bunun içində nə yazdığınızın çox bir önəmi yoxdur. Yəni bunun içində şey nə yazdığınızın heç mənası yoxdur. Bura SQRT yəni double olaraq verəcək. Amma əgər istəyirsiniz ki, bu double olaraq verməsin, sadəcə tam hissəsini versin, onda belə eləyə bilərsiniz. Bura bir dənə mötərizə atırsınız və int yazsın. Artıq çıxışa sadəcə tam hissəsini verəcək. Və burada tam hissə o deməkdir ki, yəni nöqtədən sonrasını saymır. Yəni yuvarlaqlaşdırma deyə bir şey yoxdur. Direkt nöqtədən sonrasını, yəni 6.999 belə getsə, o sadəcə 6-nı verəcək. Getdiyə nə qədər yaxın olması önəmli deyil. Sonra əsas öyrənməli funksiyalar, pov funksiyası var. Hansı ki, üstü rəqəmdə, məsələn, x-in kvadratı ya da x üstü 3-ü, məsələn, 2 üstü x-i falan tapmaq üçün bundan istifadə olunur. Hansı ki, bu şəkildə yazılır. Bu x odur ki, yəni x-in altdakı rəqəmi də bu da üstüdür. Evet. Deyim, x-in kvadrat deməkdir. Məsələn, bunu bu şəkildə yazsan, x-in üstü x olan ilk rəqəm o altdakı rəqəmı riyaziyyatda bilirsiniz də yazanda. Altdakı rəqəmdir. Bu x də onun üstündəki kimi fikirləşilə bilir. Məsələn, 2 üstü x deyəndə məsələn, x-ə 3 verdik. Bu 2 üstü 3 çıxışa verəcək. Hansı ki, o deməkdir ki, 2-ni 3 dəfə özünə vurursan. Hansı ki, 2 vur 2, 4 vur 2, 8 elədiyi üçün o cavaba çıxışa 8 verəcək. Bu da bəzən məsələn hələ problem yaratmaz böyütməzsə, amma belə çox böyük rəqəmlər istifadə etdiyiniz zaman artıq povda problemlər yarana bilir. Ona görə yenə burada yəni belə nətər deyim, nöqtəli rəqəmlər ala bilir də. Bunu da qarşılamaq üçün yenə bu şəkildə əlavə int əlavə edə bilərsiniz arxasına. Deməli hansılar qaldı? SQRT po, bir də ABS deyim əsas. ABS-də modulun nə olduğunu bilən var şeydə. Hani belə riyaziyyatda bu şəkildə qoyuruq ha. Müsbət çıxır. Bəli. Aha, bəli. O deməkdir ki, yəni içində hər nə mənfi belə olsa rəqəm onun müsbətini çıxışa verir. Bu da eyni şəkildədir. ABS məsələn mənfi 12 yazdığın zaman mənfi x deyək direkt. Bir dəfə elə x deyək daha rahat olsun deyə çıxsın. Tam tərsini verəcək. Hani müsbəti mənfiyə vuranda mənfi verir, mənfini mənfiyə vuranda yəni müsbətə çevirir ya.
Deməli, bu AB, məsələn, 23 yazdıq, elə 23 sözünü verəcək. Bunda problem yoxdur. Çünki 23 onsuz da özü bir müsbət ədəddir və müsbət ədəd çıxışa verəndə, hani, nədir müsbət ədəddə? Amma əgər bir mənfi bir rəqəm yazdığımız zaman, indi məsələn, mənfi 45 yazdıq, artıq burada mənfi 45 verməyəcək. Bunun müsbətini verəcək. Gördüyünüz kimi çıxışa 45 verir. Sonra əsas buna qədərdir məncə. Bir də round komandayım. O da roundda biraz əvvəl sormuşdunuz ha, hani double yazdığınız zaman int yazdığını hardan götürür? Hani məsələn 6.9 olanda 6-nı götürür 7-ni mi deyə. Orada məsələn dedim ki 6-nı götürür. Amma bu komut artıq o deməkdir ki, İngilizcə riyaziyyat kimi ən yaxın hansıdırsa ona yuvarlayır. Bunun için də int istifadə edə bilərsiniz, amma yəni mənası yoxdur int istifadə etmənin onsuz. Çünki bura məsələn int yazdıq, deyək ki, qabağına 5.6 yazdıq. Onu burada istifadə edəndə onu 6-ya çevirməyəcək. Çünki int götürdüyümüz üçün burada int bunu bir dəfə ilə 5 olaraq götürür və roundda sadəcə bunun içində 5 görür. Yəni roundda bir şey yoxdur sonuç olaraq. Ona görə burada double istifadə elədik və bir dəqiqə. Sin x önce bunu gördüğünüz kimi çıxışa 6 daha yaxın olduğu üçün 5.6'ya, hani 5.6'nın 6 çıxması üçün 4 dənə şey lazımdır. 0.4 gəlmək lazımdır. Amma 5'e gəlməsi üçün 0.6 çıxmaq lazımdır. Hansı ki daha böyükdür 0.4'dən. Ona görə 6'nı çıxışa verəcəm. Məsələn, burada ama dediyim kimi əgər bir int yazsanız o problem yaşayacaqsınız. Gördüğünüz kimi bu çünkü round'un içində bu round içində 5.6 görmür. Sadəcə 5'i görür. Çünki int axı nöqtəli bir şey saxlaya bilmir. SQRT sorsanız niyə olmadı? Çünki SQRT integerdə oldu əslində. Sadəcə SQRT çıxışa verdiyi şey, hani bu da məsələn 5.6 yox, 5'i görür SQRT burada da. Məsələn, da belə yazaq. 16.6 yazaq. 16.6'nın kökaltısı bəlli olur ki 4 deyil də. Məsələn 16'nın kökaltısı 4'dür. Düzdür. 4'ü 4'ə vurdu ama 16 deyil. Amma 16.6 eləmir. Burada SQRT-in çıxışa verdiğiniz zaman sadəcə 4 verəcək gördüyünüz kimi. Çünki bu SQRT də eyni şəkildə o nöqtə altını görmür. Int ümumiyyətlə nöqtədən sonrasını heç bir şey görə bilmir. Ona görə bu roundlarda yəni dediyim kimi double istifadə eləməniz daha məntiqli. Çünki yəni məntiqi yoxdur. Əgər int istifadə etsəniz, zaten onu bir dəfəlik nöqtəlisini siləcək. Onun artıq heç bir mənası qalmayacaq. Deməli, məsələn, bir də intdən başqa bir də long deyə bir tip var. Bu long-da intdən tək arasında fərq şudur ki, int mənfi 10/9-dan müsbət 10/9-a qədər olan rəqəmləri götürür. Yəni daxildə məsələn 10/13 bir rəqəm yazsaz, 10/13 boyda da, yəni 10/13 deməkdir ki, bir arxasında 13 dənə 0 verir şəkildə gedir. Müəllim, bunlar planşetdə eləmək olur. Planşetdə əlbəttə dediyim kimi, yəni Play Store ilə girib yazdığınız zaman da Apple-a yəni çıxacaq o bir dəfəlik ki, C++ compiler yazın, olsa çıxacaq orada. Yəni kompüterdə yazmaq daha asan dediyim kimi, amma yəni problem yoxdur, yəni orada yaza bilərsiniz. Çox sağ olun müəllim. Oldu. Dediyim kimi, əgər 13.9 isə rəqəm, məsələn, dəqiqə yazaq da bura. Int x artıq problemlər başlayacaq. Yəni bəlkə burada problem olmayacaq, məsələn yazaq. 12 dənə 0 yazdıq məsələn. Gördüyünüz kimi çıxışa bunu verir. Hansı ki bu nədir bilmirəm. Bu əslində intin ala biləcəyi maksimum dəyərdir. 2 vurul gördüyünüz kimi 2 bu əslində int tam olaraq yəni 10/9 mən yuvarlaq olaraq deyirəm də. 2 vurulsun 10/9 plus bu rəqəm. Yəni x-ə artıq bundan böyük bir rəqəm verdiyin zaman x məcbur bunda qalır. Buradan o tərəfə gedə bilmir int. Çünki int onu burada sınırlanır artıq. İncilin mənfidə də, mənfidə bundan aşağı düşə bilmirsiniz. Əgər bizə buradan daha yuxarı getməyə çalışsanız, artıq bura long verməniz lazımdır. Hələ ki bu lazım deyilsə, yəni bu verdiyim suallarda hələ ki elə bir şey yoxdur. Amma gələcəkdə lazım ola bilər. İndi soruşa bilərsiniz ki, niyə həmişə long istifadə eləmirik, madəm daha böyükdür zaten long.
long intdən biraz daha fazla yer tutur. Hansı ki, mən də bəzən yaşamışdım. Yəni sırf long istifadə etdiyimə görə memory limit yemişəm. Memorydə deyim ki, məsələn, hər suala bəlli bir şey verir. Məsələn, 3 megabit falan, megabayt falan yer tutmalı maksimum kodun exit dosyası. Amma bəzən məsələn bu long axı dediyim kimi 13.9-dan 13.18 yerə düşüb. Belə deyəndə çox böyük gəlməyə bilər, amma harca 2 qatı yer fərqləri var da intdən. Ona görə hələ ki bu long-la int arasında istifadə etmək biraz diqqət edin. Yəni 13.9-u keçmədiysə, daha doğrusu 13.9 baxmayın ki, məsələn, sualda bəzən deyir ki, x 13.9-dan kiçikdir, amma məsələn cavabda 13.9-dan böyük bir şey alınma ehtimalı var. Məsələn, cavabda x-in kvadratını istəyirsə, kvadratını deməyək, kvadrat çox böyük oldu. Və məsələn olar, yəni 13.9-un kvadratı 13.18-ə gəlir və təxmin olur yenə də. Məsələn, deyək ki, x vur 25 olsun. Və əgər bu x 10 + 9 yəni sınırda olsa, artıq bunu hər hansı bir rəqəm üstə gəldiyi zaman artıq problem yaradacaq. Onda artıq long-dan istifadə etməniz lazımdır. Amma hələ ki buna çox bir fikir vermənizə gərək yoxdur. Hələ ki o gələcəkdə lazım olacaq. Deməli, sonra əsas bari siz gəlin buradan da bir iki sual var. Sonra dərs tutaraq, yəni suallar olan qala bilər. Hələ ki bu ilk dərs olduğu üçün biraz qısa olacaq. 1 saatda. Nə oldu? Aha. Ya bak burada bir suallardan biridir. Deyir ki bir write a program, yani bir program yaz ki reads two digit integer. Hansı ki gördüğünüz gibi burada artıq input hissəsində bir şey verir. Biraz əvvəl yazdısa input hissəsi boş qoymuşdu. Çünki orada sadəcə output önemliydi. Sadəcə cout'dan istifadə edirdi, amma burada artıq elə deyil. Burada artıq intdən də girişdən də sindən də istifadə etdiyimiz üçün artıq burada input'a da bir şey verməmiz lazımdır. Deməli deyir ki, read isə bu arada deməkdir ki, yəni sin demək. Şimdi şeyləri, çünki proqram oxuyurdu onu. Two digit integer, 2 rəqəmli bir integer, yəni 2 rəqəmli bir rəqəm verir. Doğrusu ədəd deyək də, rəqəmlər ki 1-dən 0-dan 9-a qədərdir. Və output, yəni çıxışa verir, both digit separated by space. Deyir ki, yəni hər ikisində ayrı-ayrılıqda çıxır. Məsələn, burada 24 verib, burada 2 və 4-ü ayrı-ayrılıqda verib. İndi burada biraz məntiqi düşünmək lazımdır. Biz də bu kodu nətər yaza bilərik? Məsələn, indi bu int x-i aldıq, deyək ki də. Bu int x, çünki niyə? 13.9-dan kiçikdir gördüyünüz kimi cavab. Yəni, kiçikdir 99-dan yazır. Və 99 keçmə ehtimalı da yoxdur, çünki bunlar bir rəqəmli bir şey verəcək. Və bu arada garanti. Neyse. Burada garanti edir ki, məsələn, two digit integer'da, yəni 2 rəqəmli bir integer'da. Ondan garanti edir. Onu düşünməniz önəmli deyil. Deməli, int x-i aldıq. Sonra da deyək ki, sin x. Tamam, bura qədər okey. Bəs buradan sonra sizə nə edəcəyik? Mən faizlə ona bilərik. Yəni faizlə bölünsün onu yazılır. Bəli, dəqiqə. Biləm də danışmadan əvvəl əl qaldırın, ona seçərəm. Hüseyin. Tunar biraz əvvəl cavab verdi ona məncə, amma neyse. Elə Tunar cavab versin hələ bu dəfəsində. Onluğu tapmaq üçün x bölünsün. Onu yazacaq. Təhlili tapmaq üçün x faizlə bölünsün. Deyir ki, Tunar x bölək 10 yazaq ilk rəqəmi tapmaq üçün, o birini tapmaq üçün də x faizlə 10 yazaq. Bu tamamən düzdür. Bəs niyə belə eləyirik? Çünki bu onu artıq yazdığım zaman sizə nə edəcək? Məsələn, rəqəm deyək ki, 46 olsun. Bu onu yazdığımız zaman artıq bu 46-nı sizə ona böləcək, değil mi? Və biz bilirik ki, integer qalığa baxmır, ya da tam ondalığa baxmır. Ona görə ona böldüyü zaman artıq qalıq cavab nə alınır? 4 alınır, qalıq da 6 qalır da. Aha. Deməli, amma integer qalığı görməsin, bu qalığı siləcək və əlimizdə sadəcə bir rəqəm qaldı görəcəyik. Əgər məsələn burada daha böyük bir rəqəm yazsaydım, 465 yazsaydı və bunun ilk rəqəmini tapmaq üçün də eyni şəkildə 100 eləyə bilərdik bunu. Çünki niyə? 100 eyni şəkildə buradan sonraya baxır da. İlk 2 dənə sıfıra, hani 465 gördüyünüz kimi 100-ə böldüyümüz zaman 4 qalacaq, qalıqda 65 qalacaq və qalığı sayılır. Və bu faizi onun sayəsində qalığı çıxışa verdiyimiz üçün artıq tamamən bu kod düz şəkildə işləyəcək. İlk öncə bunu və bu arada yəni bunu belə də yaza bilərsiniz sizsə. Ya da məsələn bu şəkildə 2 dənə təzə şey yazda bilərsiniz. Gördüyünüz kimi
burada x-dən sonra 1 yazdığından burada problem yaranmayacaq. Amma əgər x-dən əvvəl 1 yazsaq artıq görüşüm o problem yaradır. Yəni, məsələn, x-dən əvvəl bu şəkildə funksiyanı dırnaq qoymaq ya da və s. Bunlar problem yaradır. Yəni, ilk mütləq şey olmalıdır. Bu nədir? Bir hərf olmalıdır da, ya da amma sonrasında rəqəm olması tamamilə normaldır, heç problem yoxdur orada. Deməli, bunu məsələn bu şəkildə bərabər eləyə bilərik x ona, x bölünsün ona. Və ikinci bir dənəsində x-in ikinci rəqəmi bu şəkildə daha rahat görməniz üçün. X faizi ona, hansı ki, sadəcə ona böləndə qallığa baxır. Yəni, bunu biraz məntiqlə əslində düşünmək lazımdır da, və tapmaq üçün. Sonra ardından cout x1 və x2 versə, sizə bu düz verəcək. Bitişik verir. Və bitişi verəcək. Ona görə bu əslində səhvlidir. Çünki bizdən özəlliklə deyir ki, bu iki dənəsini separated by space, yəni bir space var, yəni ara ilə qoymanızı istəyir. Ona görə də bunun arasında bu şəkildə bir boşluq qoyacağıq. Yəni, dediyim kimi, bunu iki dırnaqla yaza bilərsiniz, tək dırnaqla da belə yaza bilərsiniz. Yəni, tək şərf olursa, tək dırnaq istifadə edə bilərsiniz. Məsələn, bunu çıxışa verdik. Hər hansı bir rəqəm məsələn 67 deyək. Allah qəşdir. Neyse. Deməli, amma məsələn, yəni bunu dediyim kimi, bu daha rahat olması üçün belə yaza bilərsiniz, ya da istəsəz elə bunun içində də bu şəkildə göstərə bilərsiniz. Yəni, bunun heç bir fərqi yoxdur. Tamamilə eyni şey çıxışa verəcək. Öncədə bunları dediyim kimi, məsələn, belə yazılan artıq kod bunları saymır da. Məsələn, artıq burada belə yazdıq və bura bir cout x1 deməyə çalışdığımız zaman artıq problem yaradacaq. Çünki compiler buranı oxumur. Əgər iki dırnaq, belə iki dənə xətt qoyursa, artıq o sətrin axırına qədər onu artıq oxumayacaq compiler. Yəni, onu elə bir özünüzə not kimi istifadə edə bilərsiniz də. Ya da məsələn, daha böyük bir yerin notları yoxlamaq istəyirsə, bu şəkildə də edə bilərsiniz. Bundan ta şeyə qədər bunu silək. Bu şəkildə gördüyünüz kimi bunun başlanğıcından sonuna qədər hamısını not alır və oranı hətta fonu da biraz dəyişdi gördüyünüz kimi. Və bu şəkildə artıq oranı oxumur. Bunu da silək. Çünki artıq xəta verəcək. X1 çünki artıq elə bir şey görmür də compiler ümumiyyətlə. Bu da eyni şəkildə 3 və 2-ni verir çıxışa. Yəni, bu sadəcə hansı daha rahatsa elə istifadə eləməniz daha yaxşıdır. Yəni, sizin özünüzə qalmış bir şeydir o. Deməli, bunu da ataq bu arada. Yəni, mən amma daha çox tərcih edirəm ki, yəni, bu deşək yazım ki, yəni, məsələn, bəzən yarışlarda onların daha sürətli olması üçün bir də əlavədən yaratılmaq üçün, məsələn, çox fazla şey yaratmışam artıq, dəyişən yaratmışam artıq, çox qarışıq olacaq deyə bir dəfəlik sadə çıxışa verirəm. Yəni, əgər məsələn, bunu daha sonra istifadə eləməyəsiniz, məsələn, əgər istəyir ki, bir dəfə çıxışa versin, sonra da növbəti sətirdən də cəmin çıxışa versin. Onu da bu şəkildə yazam, yəni, rəqəmlərin cəmi çıxışa versin deyək də. Endline yazdıq, sonra cout bir də təkrardan burada gəlib x bölü 10 plus x faizli 10 yazmamız biraz daha yavaş olacağı üçün bir dəfəlik burada bir şey yaradıb, bir dəfə x1, x2-ni çıxışa verib, gördüyünüz kimi. Sonra da x1, x2-nin cəmin çıxışa vermək çox daha səmərəlidir və daha rahatdır ümumiyyətlə. Bu hansı rahatsız o şəkildə yazılmanızı tövsiyə edirəm, yəni o sizə qalmış bir şeydir. Gördüyünüz kimi, məsələn, burada 34 yazdıq, bir dəfə 3-dən 4, sonra da 3-dən 4-ün cəmi olan 7-ni çıxışa verdim. Bu arada məsələn, bunu stringlərdə də istifadə edərsiniz, yəni. Bunu birazdan gələcəm ora. Amma böyük fonları olan string dərsini gələrəm. Deməli, bunu çıxışa verək. Bəli. Bizim dərslərimiz həftədə neçə dəfə olacaq? Hə, 10 qrupa yazdıq desən. Həftədə 2 dəfə 3-cü və 5-ci günlər saat 11:00-dan 12:30-a. Hə, yaxşı. Sonra başqa sual baxaq. Amma biraz da sorulardır. Məsələn, burada artıq 2 dənə artıq integer girmək zorundayıq.
Baxmışam daha yaxşı sual. Bunu kim deyə bilər, tə yazmaq lazımdır. Əl qaldır. Bəli. Sual. Deyək Saat 2-dən. 4 də bitəcək. Dərsə, Betman bir 10 dəqiqə qutar elə. 2 sualla baxacaq, sonra qutaracaq. Ekran görünmür. Ekran görünür bilərdə. Bəli. Bir dəqiqə dayandırım da başlayırız. İndi görünür. Hüseyin, bu sual haqqında əl qaldırmışsın. Bəli. Bəli, nələr yazarıq demək bu sualı. Mən burada 3 kvadratın, daha doğrusu düzbucaqlının perimetrini istəyir. Perimetrdə A üstə gəl B vur 2-dir. Ona görə də edəcəyik A üst mötərizədə A üstə gəl B vur 2. Deməli, sən mənə səthlə onda 1-1-də mən də yazdım. Int AB. Int AB. Düzbüsəm, buna deyim ki, əgər bəzən ola bilər ki, burada belə bir də yazasınız. Belə yazdığı zaman artıq burada sətri bitirdiyi üçün və bu B-ni int olaraq görmür. Ona görə bu B-də, yəni məsələn, integer məsələn dəyər girdiğim zaman bunları vergüllərlə ayırmaq daha yoxsa hər səfərində int A, sonra sadəcə int B, int C yazmaq daha çətin olur. Bəli Hüseyin, sonra? Sin AB. Eyni şəkildə sin də bu arada siyahla eyni məntiqlə işləyir. Yəni bu şəkildə qoya bilərsiniz arayın. Amma məsələn bəzi ilk suallarda soruşa bilər ki, sini sırf alt-alta çıxışa verin. Onda belə bu şəkildə yazmanız lazımdır. Sin A yuxarıda yazsınız, sonra sin B-ni aşağıda yazsınız. Amma onun dışında yəni sən alarkən heç bir fərq yoxdur, yəni normal. O sadəcə test eləmək üçün olan suallardır. Davam edirik. Ondan sonra siyah mötərizədə A üstə gəl B vur 2. A üstə gəl B vur 2. Yəni bura artıq adi riyaziyyatdır və bunu çıxışa verdiyiniz zaman 4 artıq cavabda da göstərdiyi kimi 14 çıxışa verir. Sonra bir dənə suallarla bu Apple device sualına baxaq. Sonra deyir ki, n dənə şagird var, n student və k dənə də şey var, mail var. Bu arada yəni burada n dənə, k dənə deyirsə bunu istədiyiniz kimi yaza bilərsiniz. Yəni sən mütləq oraya sin n, sin k ya da int n, int k yazmaq zorunda deyilsən. Deyirsiniz. Yəni burada önəmli olan sadəcə sizin bilməyiniz. Müəllim başa düşmədim. Müəllim başa düşmədim mən. Hansı səni? De, bir yax. Elədi izah. Hədi onu. Bu sual. Hə. Bu sual əslində dediyim kimi, bu basit riyaziyyatdır. Sən böyütmə sualın, o da nə? Sualı ingiliscədə problem var deyəsən. Deməli, burada deyir ki, bir düzbucaqlı verilir sənə. Düzbucaqlı, yəni kvadrat kimi deyir, düzbucaqla bərabər olmayan. Və onun perimetrini tap deyir və sənə deyir ki, 2 dənə integerim var, yəni integer biraz əvvəl danışdığımız kimi, yəni rəqəm deməkdir. Bəli. Mikrofonda sən echo verirsiniz. Çox sağ olun müəllim. Deməli, burada A ilə B-ni fikrimizə verir. Mikrofon bağlayabilirsiniz. Çox sağ ol. 2 dənə integeri girdiyimiz zaman burada gördüyünüz kimi inputda göstərir də hansı integerlərdir. 3 ilə 4 girib və outputda da outputda 14 verib hansı ki riyaziyyatda bilirik ki, bir tərəfi 3, bir tərəfi 4 isə perimetr 4 tərəfin cəmində və 2 tərəf bərabər olur ümumiyyətlə düzbucaqda. Çox sağ olun müəllim. Başa düşdün dəqiq? Bəli. Belə tam deyim də, yəni ümumiyyətlə bunların cəmini çıxışa verir. Sən direkt bunlar A ilə B-ni girirsən və siyahıda onların cəminin 2 qatı da A plus B plus B də yazacaqsan. Yəni səndən asılı bir şeydir. Bu basit riyaziyyatdır əslində, çox bir qurulma tərəfi yoxdur. Deməli, indi burada baxdığınız kimi deyir ki, n dənə student var və k dənə, yəni n dənə şagird, k dənə də alma var.
The reminder if any stage. Bəli. Hə, sual üçün əl qaldırmışdın. Hə, deməli, bir dənə tam oxuyum. Bu arada sən ChatGPT əksət edirsən. Tam anlamırsınızsa sualı ChatGPT-yə at deyə bilərsiniz, özətləsin sualı. Kod istəməyin, orada da çit eləməyək. Amma sual sadəcə ChatGPT-yə atıb deyə bilərsiniz ki, sualda nə dediyini özətləsin də, əgər ingiliscə tam başa düşə bilmirsinizsə, daha rahat ola bilərsiniz siz. Elə. Ya da mesela direkt buradan Google Translate'den de getirip atabilirsiniz. Yani bu prosta Google Translate'den yazdığınız zaman bu en harf falan problem verirse en öğrenciler, kayırmalar falan yazır. Gördüğünüz gibi deyir ki, indi burada 3 tane deyir şagird var, 14 tane de meyve vardı deyək. Mesela bu hər hansı bir inputdur. Hər bir şagirdə bərabər şəkildə paylamamız lazımdır almaları. Və əgər məsələn artıq elə bir rəqəm qaldı ki, almada artıq bunları məsələn bəzilərinə versən şey qalacaq da, ham bərabər olmayacaq. Onda artıq da onlar səbətdə qalır. Məsələn, elə burada 3 dənə 14-də göstərir ki, 14 dənə meyvə var, 3 dənə də şagird var da. Number of apples deyir ki, burada hər studentın, hər şagirdin alacağı alma sayısını çıxışa verir. Hər bir student nə qədər alacaq və bir dənə çıxışa verir. Çünki hamısı bərabər olduğu üçün. Məsələn, burada gördüyünüz kimi 14 dənə meyvə var və 14 dənə meyvə var və 3 dənə də şagird var. Deməli, hər biri 4 dənə aldığımız zaman artıq 12 dənə meyvəni vermiş olsan və artıq səbətdə 2 dənə qalır. Bu 2 almanda artıq 3 şagird arasında bölə bilmərsən də. Çünki bizdən birinə 1, o birinə 1 verdin. Üçüncü artıq bir dənə daha az qalacaq və bu bərabərliyi pozacaq da, ya da məsələn ikisini birinə verdin və s. kimi. Burada da bir dəfəlik deyək ki, 100 dənə meyvə var, 10 dənə də şagird var. Çıxışa 10 verib, çünki basit yəni 10 dənə şagirdə hər birinə 10 verdi və artıq səbətdə heç nə qalmadı. Yəni ya səbətdə heç nə qalmayacaq, ya da səbətdə olanlar artıq tam bölünə bilməyəcək də o rəqəmə. O zaman dayanacağıq. Və deyir ki, hər bir şagirdin nə qədər alma götürəcəyini çıxışa verin. Hüseyn izah eləsin. Mən bu sualda int-lə sim olduğu kimi qalacaq. Yəni int A vergül B. Yəni burada məsələn istəyirsinizsə N və K da yaza bilirsiniz ordaşları qarışdırmamaq üçün də. Çünki burada sual genel olaraq deyir N və K ilə gedir axı. Sonra burada da N və K ilə danışır. Ona görə problem yaranmaması üçün N və K-da istifadə edirsiniz, amma A ilə B-də istifadə etməkdə heç problem yoxdur, yəni o sizə qalmış bir şeydir. Bəli, sonra Mən siyahıda gələcəyik B böl A. Niyə? Çünki burada artıq N və K yerinə A və B yazdığımız üçün artıq bu A şagirdlərin sayı olur, B artıq almaların sayı olur. Yəni o sizdən qalır. Hətta bura direkt şey yaza bilərsiniz, almaların sayı yaza bilərsiniz. Amma bu çox uzun olacağı üçün elə basit rəqəmlər yazır. Məsələn, sadəcə alma yaza bilərsiniz, direkt sadəcə bir dənə B qoya bilərsiniz. Bu da olar. Sonra da B böl A yazırıq. Niyə? Çünki yəni, bu da basit riyaziyyatdır. Əgər 14 alma varsa və bunu 3 şagird arasında bölmək istəyiriksə, basit bölmə işləmi 14-ü böləcək 3-ə qalxdı 2 qalacaq. Tam bölmə də eləyə bilərsiniz. Yəni 5 dənə şagird var, 15 dənə də alma var. 15-i 5-ə böləcək ki, hər birinə 3-ü verə bilək də. Bu şəkildə hesabı çıxışa verdik. 3 və 14. Bunu gördüyünüz kimi, yəni bu arayla verdim. Burada isə şu şəkildə vermişdi, yəni sırayla. Yəni bunun heç bir fərqi yoxdur. Sadəcə bəzi suallarda özlərindən deyəcək ki, girişə alt-alta verin falan, onlara bəzən baxa bilərsiniz. Amma məncə heç əlavə edilmiş olaraq elə bir şey yoxdur. Neysə. Deməli, sonra məsələn yəni bunu bu şəkildə yaza bilərsiniz. Yenə cavabı 10 verdi. Hər bir şagird 10 dənə düşəcək alma. Ya da bu şəkildə yan-yana da yaza bilərsiniz. Gördüyünüz kimi yeni şey verir. Sin, hani sadəcə bir dənə ara ya da enter ya da space-ə basmanız bəs elə yəni sırasına keçmək üçün. Deməli, bu kodu da siz götürək. Bura. Gördüyünüz kimi.
Aha, keçdi. Deməli, bu arada hamı dediyim kimi VJudge hesablarını yaradıb mənə username'lərin qrupa atarsınız ya da direkt özeldən də yaza bilərsiniz. Problem yoxdur. Bəli, Tunar. Mən kodlarını atmalıyıq. Kodlarını elə bura atasınız. Submit'e basıb ya atasınız bura. Hər bir sualın submit. Hesabımızın kodlarını. O hesabın kodları yox, sənə qalsın. Hesabın kodunu niyə atırsan? Deməli, dərsimiz bu qədər. Yekunlaşdıran dərsi. Hər hansı bir sualı olan varsa sizi qalsın, geri qalanlar çıxa bilər. Sağ ol. Sağ ol.